İnsanları ən çox narahat edən qəbzliklə bərabər qanın qatılaşmasıdır. Qanın qatılaşması böyük bir bəladır. Qan qatısa təbii ki, beyin toxuması normal qidalanmır və baş ağrıyır. Və yaxud da ki, trombun əmələ gəlmə şansı artır, infarktın əmələ gəlmə şansı artır, insultun əmələ gəlmə şansı artır və zəli qoyduran kimi gözünə işıq gəlir. Çünki qan durulur. Bütün orqanlar normal qidalanır və sidik ifrazı da normallaşır. Bəzi adamlar deyir, doktor, mənim ayağımda şişkinlik var. Elə bir ki, səhər dururam, heç nə yoxdur, axşama qalanda görəm ayağımın ikisində də şiş yaranır. Mən deyirəm ki, görsəniz ki, ayağın biri şişib, bilin ki, onda o ürək mənşəli deyil. Ya böyrək mənşəlidir, ya damar mənşəlidir. Yox, görsəniz dediyiniz kimi, hər iki ayağınızda bərabər şiş yaranıb, orada ürək çatılmazlığının əlamətləri var. Burada da bütün hallarda da, istər varikoz damar olsun, istər babasil olsun, istər ürək damar çatışmamazlığı olsun, ürək xəstəlikləri olsun, hamısında, ürəyin işemik xəstəlikləri olsun, hamısında zəli ilə müalicə çox gözəl effekt verir.